Bu cürə yazmayan var aramızda. Belə yazmısan sən də günü. Ödənişini də bu cürə yazmısan. Əla. İndi gələk öbürsü şərtimizə. Ayın sonunda işçilərə 2000 AZN əmək haqqı hesablanmışdır. Bu işçilərlə bağlı neynədir? 2000 manatı bir nəfərə əmək haqqı elədiniz, yoxsa bölüşdürdünüz? Əmək haqqı cədvəli hazırladınız ona uyğun. Rəqəmlərini çıxartdınız ortaya ki, niyə? Yaxınlıqda deyil ki, Bəli, aşağıda kətdə o qeyd olunur ki, əmək haqqları səsli də atmışdım dersən. Yine eybi yoxdur. Onda siz bir dənə müxabirləşmə vermişsiniz də buna, əmək haqqının hesablaması. Necə vermişsiniz? Ben 721'i 500 şeyler. 721'de 500 metre. Tamam. Maliyeden memnunum da Aha. maliyeden bir abi bekliyor. Fərcat, bu necə bir əməliyyat idi? Yəni, əməliyyatın təyinatı nədir? Passivin yer dəyişməsidir, bəli. Düzdür. Növbəti şərtimiz əmək haqqının dövlət büdcəsinə ödənilməli olan 300 AZN gəlir vergisi tutulmuşdur. Sən dinən neçənci şərti? 300 manat olanı 6-cı şərti. 533, 521, 500. Nə ilə bağlı dedi bu? Əmək haqqının dövlət büdcəsinə ödənilməli olan 300 AZN gəlir vergisini, bəli. Debit kreditini zəhmət olmasa və yaxud da balansda yer dəyişməsini. Yox, bu şərtlər müstəqil şərtlərdir. Bəli. Soru işte bəli. Hə. Birinci bax, gəl belə et. Birinci balansda gözünün qabağına gətir ki, hər hansı bir tutulma var, düzdürmü? Bunun mən balansımı necə yer dəyişəcək? Kimdən tutulacaqsa birinci onda azalma gedəcək, düzdürmü? Hansı öhdəlikdən tutacağıq bunu? 533-dən. Deməli, öhdəlikdə azalma gedəcək, düzdürmü? Yəni, öhdəliyin krediti balansda. Yəni, öhdəlikdə kreditdə yazdıq, azaltdıq. Bəs bunun qarşılığı hara gedəcək? 521'e gedəcək. Bir dəqiqə tutulması. Yox, 521'e yox. Bu səndə, bax, tutduğun rəqəm sənin xərcin deyil, düzdürmü? Yəni, bu birbaşa ödəniləcək yeri var da. Çıxmalıdır sənin balansında. Ya sən bunu, amma belə deysən, bunun öhdəlik kimi nəzərdə tutmalısan, daha doğrusu xərc kimi nəzərdə tutmalısan. Səbəbində də niyedir? Çünki sən əmək haqqının bütün rəqəmini xərc kimi götürürsən. Fikrimizi toparlayaq da. Götürdük, yox, alınmayacaq. 521'in debitinə geçsin. Niyə görə? Çünki real əməliyyatımızda da elədir. İşçidən götürüb birbaşa ödəmə keçirdiyimizə görə bizim balansımızda sadəcə onun əksi hərəkət olunur. İndi müxabirləşməsini quraq. Kreditə biz nə demişdik? Demişdik ki, öhdəliyin kreditində yazacaq, düzdürmü? Deməli, müxabirləşmə quranda kreditdə 533'ü qeyd eləməliyik. Debitində isə burada elə də öhdəlikdə yer dəyişimi olması lazımdır. Ödəniş hara gedəcək tutulan rəqəm? 521'də 521 və yaxud da ki 22 ya da 21'də gəlir vergisidir bu. Ben niye yazıyorum? Ben cinlerden Öhdəliyi azaltdın. öhdəlimi azaltıram. Sonunda birinci Əmək haqqının 1700 AZN ələ çatacaq hissəsi kassadan nəqd şəkildə ödənmişdir. Abdullah Kızılcık'tan falan bir şey derim. Aha. Getdən yazmısan? Şey döndü kat. Tamam. Balansda necə əks olunur? Düzenimiz köycük falan. Aktivin azalması kimi qeyd olunur. Tamam, düzdür. Müxabirləşməmizi qeyd eləyək. Əmək haqqı deməli öhdəlik azalıbdır. Eyni zamanda 221 kassamız azalıbdır. 1700 manat. Tamam. Baxaq. 500 AZN dəyərində kommunal xərclər qəbul edilmişdir və dəyəri birbaşa kassadan ödənilmişdir. Bunun müxabirləşməsini birbaşa deyin, zəhmət olmasa siz necə qeyd eləmişsiniz? Siz hesablama etmişsiniz, sonra ödəmə etmişsiniz.
Əslində mənim də tərəfdarı olduğum şey budur. Bütün xərclərin hər zaman hesablamasını istəyirəm ki, hər kəsin balansında olsun. Bu həm ümumi analizlər üçün keçərlidir. İnşallah sizlərə də qismət olsun. Həm yaşımız, həm təcrübəmiz gəlsin. Büdcə nəzarəti etdiyiniz zaman da, yəni deyək ki, sizin də baş mühasibləriniz və yaxud da ki, əməliyyatçılarınız var. Xərc hesablamalarını görməyəndə, büdcəni edəndə onunla bağlamaq və kontrol etmək çox çətin olur. Yəni nəzarətdən kənar qalan xərc olur. Yəni o kostu kontrol edə bilmirsən, o azalda bilmirsən. Yəni problem yaradır. Ona görə müəssisə balansında xərclərin hesablanması əla bir şeydir. Amma burada sizdən nə istəyir? Deyir ki, 500 AZN dəyərində kommunal xərclər qəbul edilib və dəyəri birbaşa kassadan ödənilmişdir. Yəni kimsə buna çeki təqdim edir, bu da yerində ödənişi eləyir. Bayaq dediyiniz kimi 721-i debitə qeyd eləyib, kreditə kassanı qeyd eləməlisiniz. Çünki burada orada hər hansı bir əməliyyat hesablanmayıb. O çeki sizə təqdim edən özəl bir şirkət də ola bilərdi. Kimsə şot ilə paralel bölüşə də bilərdiniz. Və yaxud da ki, hər hansı bir sexin əhali və ödəyib deyir. Deyir ki, 500 AZN və bu cümlənin diqqətini olsun. 500 AZN dəyərində kommunal xərci qəbul edilmişdir və dəyərini birbaşa kassadan ödənmişdir. Həmçinin amma göndərdiyiniz o şeydə yazılır ki, xərclər nə olursa olsun mütləq şəkildə hesablanmalıdır ondan sonra. Mən nə deyirəm, indi də həmin cümləni qurdum birinci. Yenə həmin şey deyirəm ki, nə olursa olsun xərclər hesablanmalıdır. Amma burada mən başqa bir şey yazıram. Yazdığım şərti nəyə görə götürürəm, formada izah edirəm. Çünki mən tələb elədiyim sənə qoyduğum qayda deyil. Sənin iş yerində oturub qabağıma gələn normativ formadır. Sənin iş yerində indi dediyim kimi situasiya baş verir. Çəkən də gəlir ki, pulunu ver. Sən necəsən onu? Yəni adama hesablayacaq bir yerin də yoxdur. O adamın səndə kontragenti də yoxdur. Səndən alacaq, gedəcək işıq pulunu, qaz pulunu, su pulunu və yaxud da bir dəfəlik alır. İldə bir dəfə alacaq, su pulu verməlisən mənə qeyri-rəsmi şəkildə. Bəli, yəni məsələ normativ qaydada baş verən əməliyyatı siz buradan oxuyanda necə anlayırsınız, onu bilmək üçündür. Qaldıq reallığına, bəli, orada oxuduğunuz kimi də, biraz öncə də dediyim kimi də bütün xərclərin hesablanmalı gözəldir və hesablanmalıdır. Yəni hər xərcin hesablaması olmalıdır və ödənişi olmalıdır. Mən də 121, 530 götürmüşəm. Əlbəttə, yox, bu şərtə əsasən səhv salib. O dediyin əməliyyat səhv bir əməliyyat deyil. Amma biz nəyin üzərində işləyirik? Hal-hazırda qabağımızda olan verilənlərin, yəni şərtlərin üzərində işləyirik. Bizim qabağımızda olan sənəd onu istəmir. 531 istəmir. Bizim qabağımızda olan sənətə əsasən biz 721, 221 verməliyik. Çünki 531 kimdir bilmirik. Yəni o öhdəlik yaranan adamın kim olduğunu bilmirik. 8'dir. Harda? Hesaplamasında mı? Hesaplamasında. Yox, baxın. Hesablama tərəfinə gələndə biz hesaplamasını danışmırıq birinci. Oraya gedərik. Müzakirəmiz nədir? Bu birbaşa xərcdir şərtimizə əsasən. Ki, pulu ödəmişəm xərcə, işıq pulu xərcinə. Hesabatdan ancaq xərc hesabında baxa bilərəm. Bir də kassa hesabında. Şərt onu deyir. Amma məsəl üçün, xanım nəyə görə götürüb 531 yazıb? Deyir ki, müəllim, həm sizin tələb sən bizə göndərdiyiniz material deyir ki, xərclər hesablanmalıdır. Bəli, xərclər hesablanmalıdır. Amma bizim şərtimiz onu istəmir. Buradakı müdür, bu şərti tələb edən müdüründə işıq pulunu qeyri-adi bir adama ödəyir. Şəxs zavodun həyatındadır. Bilirəm, indi ora gəlirəm. Buna cavab. Siz bunu hesablayanda 538-dən mi hesablayasınız? 531-dən mi gedir söhbət? Baxın, mən yenə deyirəm. 538-də hesablanmağı doğrudur. Elektrik enerjisi əksər hallarda dövlət hesabına yaranan öhdəlikdir və yaxud da 30% payı ASC-nin dövlətə aid olan müəssisələrə aiddir. Bəli. O zaman siz bunu ayırmanız lazımdır. İşıqdır, qazdır, sudur, gömrükdür, qida təhlükəsizliyi agentliyidir, nə bilim, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, Təhsil və Elm Nazirliyidir. Harada unsurlar varsa, hara bir ödəniş olunursa dövlət orqanında, siz dövlət büdcəsinə keçən pulları hesabına ayrıcı görə bilməyiniz üçün onun öhdəlik hesabını 538 götürməyiniz doğrudur. Bir də nə də götürə bilərsiniz? Bir dəfəlik ödənişlərdə götürə bilərsiniz 538-i. Dövrlərdə belə deyək ki, sizin ticari dövriyyənizin, istehsal dövriyyənizin
şirkətdəki kontragentlərin hər hansı ildə bir dəfə, ayda bir dəfə yox da, ildə bir dəfə və hər dəfə dəyişən başqa adam olduqda siz onu o zaman öhdəlik hesablarını 531-in içərisində salmırsınız. Salırsınız digərə, onu da aparmalısınız 538-də. Amma ən gözəli 538-də ancaq dövlət orqanı ilə bağlı, daha doğrusu xəzinədarlıq hesabları ilə bağlı olan müəssisələri ora qeyd etməyiniz. Ən gözəli budur. Bu formada aparmaq daha məqsədə uyğundur. Müxabirləşməsini qeyd eləyək bunun. Şərtin müxabirləşməsini qeyd edirəm. 721 olaraq qeyd eləyək şərt hesabı. 221. Mesela göstermesi de ki pardon ödemiş olur. Onları katsa qeyd Bəli. Mesela göstermirlər ki, kassada ödemiş olacaq. Sizin ödəniş eləmək üçün, baxın, müəssisədə ödəniş eləmək üçün iki hesab var. Biri nəqd hesabdır, biri hesablaşma hesabıdır, yəni bank hesabıdır. İndi gəlir əsas məsələ. Reallıqda sənin müəssisədə kassa hesabın olmalı deyil. Yəni qanunvericilik buna icazə vermir. Amma ki, hal-hazırda gördüyünüz kimi hər müəssisənin özünün kassası var, yəni nəqd əməliyyatlar aparır. Onun üçün bizdə keçirir. Ödənişə sizə əgər şərtlərinizdə, lap imtahanda, iş müsahibələrində, harda görüşsünüzsə fərqi yoxdur. Sizə hər hansı qalıcı bir ödəmə ilə bağlı sual gəlibsə, əgər orada kassa və bank olduğu göstərilmirsə də ümumiyyətlə, yazılmayıbsa hardan ödənildiyi, siz mütləq bankın hesabını seçin. Yəni 223 seçin. Yox, sizə birbaşa deyirsə ki, kassadan ödənilib, bəli, onda kassanın hesabını seçin. Amma heç birisi vurğulanmırsa, mütləq bankı seçin. Çünki siz artıq bilirsiniz ki, Azərbaycanda heç bir şirkətin kassası ola bilməz. Yəni şərtlər ona uyğun deyil. Xırda müəssisələrinki ola bilər və s. Bir də nəqd vəsaitlə işləyənlər. Növbəti əməliyyat. Bankdan alınmış qismən azyenlik kredit müəssisənin reklam var. Hə. Qəbul olunub, amma dəyəri sonuna ödəniləcək. Bunu elə siz deyin, amma necə, birinci mən balansı deyin. Balansda necə görünür bu? Gerçekleşmesi. Zibiti 711'de eklenmiş. İki dəqiqə yazın. 711, 531. 111, o birisi nədir? 531. 531. 1000 manat. Şimdi başları. Bir dəqiqə. Deməli, öhdəlik yaratmısan 1000 manat, öhdəlik tamam, xərcə yazmısan 711 manat, 711 nömrəli hesab. Binazin dəyərli reklam xərci qəbul olunub, amma dəyəri sonunda ödəniləcəkdir. Bir dəqiqə. Ben onu giydirmişim ki. Bu gələcək dövrün xərci sayıla bilmir. Niye? Gələcək dövrün xərci nə sayıla bilər? Bax, məntiqlə düşün, biz gələcək dövrün xərci nəyə deyirdik? İstifadə etmədiyimiz xərcdən danışırıq, düzdürmü? Yəni, onu deyirdik biz gələcək dövrün xərci. Altında bir ödəniş var, pul axınımız var bizim. Amma biz xidmət almamışıqsa, o olurdu gələcək dövrün xərci. Burada isə xidməti almışıq, ödəniş verməmişik. Necə ola bilər bizim gələcək dövrümüzün xərci o? Biz bunu artıq çəkmişik, baxın. Sizə gəlir və xərclərin tanınmasını atmışdı. Biz xərci tanımışıq. Düzdür, amma hələ ödənişini etməmişik. Xərci tanımışıq bu ay. Deməli, artıq xərcimizin hesablaması gedə bilər. Gəlir xanımın dediyinə 711 nömrəli kommersiya xərci götürməyə. Siz nəyə görə kommersiya xərci qəbul edirsiniz bunu? Çünki reklam. Bilirəm, səhvdir. Yəni, götürməndə xoşuma gəldi öz yerində. Pardon. O da faydalı iyiymiş ya. Kommersiya. Baxın, bu məsələ belədir. Kommersiya xərcini satışla bağlı olduğu üçün malın satılmasını, yəni gəlirin əldə olunması ilə bağlı çəkilən bir xərc olduğunu göstərdiyi üçün 711-də göstərə bilərsiniz. Bəli, məhsulun maya dəyərinə daxil olmayacaq satdığınız məhsulun. Amma bu həmişə belə deyil. Harada reklam sözü gördünüzsə, ona götürüb 711 yaza bilməzsiniz. Aydındır mı? Baxın, sizə belə bir şey deyim. İşlədiyiniz müəssisə deyək ki, Sokar XX MMC-si, yəni alt bir qrupu, bir reklam paylaşılır.
Amma orada hər hansı bir məhsulun satışından söhbət getmir. Sokanın arasında bir yaşıllaşdırılması ilə bağlı ictimaiyyətlə əlaqələrin bəli, reklamıdır. Düzdür, etdiyi işin reklamıdır. Bu ictimaiyyətlə əlaqələrin işidir. Yəni 721 inzibati xəstədir. Ya, amma bunu deməyə çalışdığım nədir? Götürməyə düz götürmüsünüz. Biz burada maldan danışırıq. Malın satışı ilə bağlı çəkilər reklam kimi qəbul eləmisiniz. 711 qeyd etmisiniz. Amma dedim ki, birdən onlar reklam sözünə görə şey eləyərsiniz, fokuslanarsınız. Yəni o həmişə eyni çıxmır da, yəni ona görə. Müxabiləşməsini qeyd elədik. Bəli, eləmişik. 40 min AZM bankdan kredit götürülübdür. Siz necə yazmısınız onu? 40 mini. Hə? Tamam. Bəli də qısa müddətli götürəcəyik. Çünki 40 min müəssisə üçün kifayət edir. Bankda da 223 götürmüsən, düzdür? Nə qədər idi? 40 min. Okey. Balansda necə olacaq bu? Hansı əməliyyat sayılır? Tamam. Növbəti şərtimiz dəyəri bir beş ödənilmək 99 min manat ofis binası alınmışdır. Ofis binasının alınması Eşən mənim. Evet. Ofis binası almışsan, xeyirli olsun deyirlər. Təzə açdınız, gördüm. İndi diyor sizdə 3 milyon 900 mindir, indi bizdə 39 mindir da. 39 minlik bina almışıq. Bu balansda necə yerləşəcək? Tabii imkan verir, 40 ilin başında görmüşük, nə deyir öyle? Şərtimiz nədir? Şərtdə deyilir ki, bankdan qismin pul götürüblər, onu yazdıq. Deyir 39 min dəyərində bina alıbdır müəssisə özünə. Bu balansda necə əks etdirəcək? Aktivdə, pasivdə özü necə göstərəcək? Bəli. Amma burada ödənişi göstərilməyib. Ödəniş edib etməməcək. Yox, ödənilməklə. Bəli, aktivin yeri dəyişməsi. Aktivimiz yerini dəyişibdir. İndi sən bir dənə bu müxabirləşməsini dedi, o gözəl bir oğlan. Aktivimiz yerini dəyişdi 39 min. Düzdürmü? Deməli, həm debitdə, həm kreditdə ikisində 300-ə qədər hesab olacaq. Aktiv hesabları qeyd edəcəyik ancaq. Birinci gəl baxaq nəyə? Nə deyək burada? Ödəməklə deyir, düzdürmü? Pul ödəmişik. Pulu hardan ödəmişik? Hardan ödəmişik? Niyə bank? Bax, doğru cavab oradadır. Yəni, mən ona tutmağa çalışırım. Bankdan ödəmişik. Ona görə ki, kassada o qədər vəsaitimiz yoxdur. Amma banka qisminimiz gəlmişdi, 39 dənə oradan ödədik. Deməli, bankımız azalmalıdır, düzdürmü? Bank azalanda harada qeyd olunacaq? Aktiv hesabdır. Bəli. Bankın hesabını yazırıq kreditə. Debitə nəyi qeyd edəcəyik? 111 111 binanın alınması. Yaxşı, 111 drop 2 yazıram sizin xətrinizə. Bəs yaxşı, 111 2 yazdım. Bu binanın yiyəsi necə oldu? Binanın yiyəsi hara getdi? Mən pulu kimə verim? 201 olur. Kesiciye. Yox, bina alıram, sizdən alıram. Bax, eminlə sizin binanı alıram, düzdür? Bu bina durub burada, pul da əlimdə gəlmişəm. Binanı yazdım balansıma ki, binam var, pulu da köçürdük binaya. Bəs siz necə oldunuz? Sizlə mənim hesablaşmamı harada qeyd elədim mən müəssisəmdə? Yəni sizin varlığı, sizlə olan müqaviləm, bu alqı-satqı sənədlərin necə? Xeyr, birinci mən alış eləməliyəm. 531 xanım və yaxud da ki, dövlət deyil, 531-ə xanımı qeyd eləməliyəm. Debitimə qeyd eləməliyəm 111-i. Öhdəliyim yaranmalıdır ona, binaya qarşılıq 39 min. Bina düşməlidir aktivində balansıma. Nə qədər? 39 min. Və mən həmin bank hesabından 223-dən pulumu ödəməliyim xanıma. Yəni, öhdəliyin azalması. Sadəcə bura bir dənə sətir əlavə eləməlisiniz. Elə bunun bir sətir alta qeyd edirsiniz. Burada 111-2 qeyd edilmişsə tamam. Burada 531, 39 minlik öhdəlik yaranır. Burada isə pulu ödəyirəm 531-ə sadəcə. Əməliyyatın birini yazmışsınız, biri qalıb. Siz hamınız Hesabı yazmış var. hesablamışsınız.
Bu yeni bir şey yazmamıştım ama hesaplar yazmışlar. Gençler yaratmışım sonra Əla, super. Yəni gedişat qaydası o formada olmalıdır. Ümumiyyətlə aktivlərlə bağlı hər zaman hesablamalı eləyin, nə olur olsun. Çünki aktiv elə bir şeydir ki, müəssisənin dəmirbaşlarıdır. Yəni indi biz belə deyək, indi bir skitsini görəcəksiniz. Sizə dəxilsiz kimi görünür, amma biz bunu 113 nömrəli hesaba veririk, orada kapitallaşdırırıq. Xərclər orada gəlir üstünə, hazırlanandan sonra 111-ə veririk. 111'e verilme demek istifadeye verilme demektir. Biz binanı alan kimi elə bir girintisini başlamışıq oturmağa. Yəni burada elə qeyd elədik. Amma orada bir təmir getməlidir, müəyyən müddətə həm yerləşmə olmalıdır. Bəli. Köhnə hesablarında 08 nömrəli hesab var idi. 2 rəqəmli işlənən olubsa, əsas vəsaitin kapitallaşması. bu şeydi, sağlıksız kalmışsınız vesaire. Ama Bəli. Deməli, bu da getdi. Daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi xidmətinin göstərən təşkilat tərəfindən 1000 AZN dəyərində xidmət göstərilmişdir və xidmətin haqqı tam ödənilmişdir. Tamam öhdəliyin haqqı debitdən olacaq. Bəli, xərcin olacaq. Bu balansda hansı əməliyyat sayılır? Öhdəlik 531 artmış olur. Aha. Bu nədir? Aktivin azalmasıdır, artmasıdır, yer dəyişməsidir. Nədir bu? Özünüz baxıb bilirsiniz deyil. Pasivin yer dəyişməsidir, azalması deyil. Ha 531 var, bir də xərc qat. Ne götürürsen götür. İstəyirsən 731 götür. Bakın, bütünlərin burada sizin o toxunduğunuz xırdalıqlar var. Biraz sonra onlar əhəmiyyət kəsb etmir. Çünki müəssisədə sizdən öncə qurulmuş bir struktur var. Onu yaratmış şəxsləri və orada qruplaşdırdığı xərc hesabları var. Siz gedib orada, məsəl üçün, maliyyə xərclərini başqa yerdə görə bilərsiniz. Kommersiyanı ayrı xərc hesabında görə bilərsiniz. Dəyişdirmiş ola bilərlər. Sizə təyinatı lazımdır. Baxın nə deyirəm? Deyirəm ki, bir tərəfində öhdəlik artıbdır, düzdürmü? 1000 manatlıq bir öhdəliyim artdı bu binanı alanda. Okey. Digər tərəfində nə olub? Deyil xərc. Biz avtomatik burada qulağımız ona öyrəşməlidir ki, xərclə öhdəlik səslənən yerdə mənim əməliyyatım əgər xərclə öhdəlikdə baş verirsə, deməli balans aktiv tərəfində mənim heç bir işim yoxdur. Heç sənə buna baxmalı deyiləm. Müqabilləşməsini qeyd edək. 531 700 gitti bu. 711 sizin xatirəniz üçün heç bir problem yoxdur. Amma siz niyə 711 qeyd eləmisiniz bunu? Məntiqiniz üçün. Sual kaçsa 731'dir. 731 o. Ben belə mühasibəm. Yox, niyə elə mühasib olasan ki? Sənin məntiqinə görə gedirik. 711 götürmüsən, əcəb eləmişsən. Sən belə mühasibə yaxşı eləmişsən. Məntiqi əsası. Seni biri götürmüşdüm cəfaya bak. Ben görünəm. Əmək haqqınızda belə xərcləri götürmüşdüm. 711'də adi xərclər kimi götürmüşdüm. Gəl buna 731 qeyd edeyim. Sənə dönüm təzədən. 731. 1000 manat. 731 niyə götürürsün? Bakın. Ben xərcləri qruplaşdıram. Yenimiz var bizim. 721'imiz var. 711'imiz var. 721'imiz var. 731'imiz var. Əsas istifadə etdiyimiz xərc bəndləri bunlardır. 721 inzibati xərclərdir. Belə düşünün, ofis xərcləri. Ofisdə olan insanların xərcləri. Necə deyək türklər? Bəyaz yakalıların xərcləri. Ağ adamların xərcləri. Yəni onların oturduğu bina, istifadə etdiyi şeylər, o xərclər 721. 711 çöldə olan satış adamları və satışla bağlı, gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər. Verilecek stajlar. O ifadəni istifadə etməyəcəm çünki məntiqi oturmur. Çeki oldu, olmadı. Mən bunu satışla bağlı çəkmişəmsə, mən kommersiya xərcimdir. Ha, amma indi gəlirik nəyə? Sizin dediyiniz kimi, bu ikisi ilə bağlı adlandıra bilmədiyiniz xərclər nə gəlirə aiddir, nə inzibatiyə aiddir, ofislə bağlıdır. O zaman qeyd edirsiniz 731. Fikrimi izah edə bildim. Bir de tezden dönür mü mövzuya? Orada bir de 751 nömrəli hesab var. Orada da maliyyə xərcləri var. Bank əməliyyatları ilə bağlı, nə bilim,
şeylə bağlı, bu valyuta mübadiləsi ilə bağlı, kurs fərqləri, bu tipli xərcləri 751-də qeyd edə bilərsən. Amma sair xərcləri 731 ilə götürün. Misal üçün, bankın yanlışlıkla biz teknolojiyi bir tane belirleyelim. Maalesef. Bilmirəm, mən baxıram istifadə etdiyim yerə, hər hansı bir ticarətimlə bağlı ödəmə eləmişəmsə, alışımla bağlı, mən onu kommersiya xərci qeyd edə bilərəm. Bildim də mən onu deyirəm. Bank xərcində sən kredit götürəndə, kreditdə görə səndən tutulan komissiyanı maliyyətə qeyd etməsən maliyyə xərcində. Amma köçürmə etdiyin üçün və yaxud da nəqləşmə etdiyin üçün əmələ gələn xərcləri kommersiya xərci kimi götürməlisən. Yəni çünki təyinatları fərqlidir. Biri şirkətin dövriyyəsinə aid olan əməliyyatdır, biri dövriyyə cəlb olunan maliyyə vəsaitinə görə olan əməliyyat. Deməli. Harda qaldıq biz? Köməkli edin. Hə, uşaq tapdım. 13-də. 12'de. Niyə 13-cü dedik axı? Bir kadar bulması o zaman. Tamam, derimiz. Hə, haqqı ödənilibdir. Üzr istəyirəm. Niyə əsəbləşirsiz? 531. Bunu artıq soruşmuram, ödəmədir. Qeyd etdik. Növbəti. Budur. Alıcılara nəqd qaydada 16.000 AZN dəyərində mal satılmışdır. Satılmış malın maya dəyəri hesablanmaqla 12.000 AZN təşkil etmişdir. Mən bunu silməmişdim sizdən. Eybi yoxdur, qoy olsun belə. Tamam. Kim desin, siz deyin. Eləməmsən bərabər edin. Eləyən kim var? De görək. Bəlkə sırayla gedəsən. 250'den gelecek. Kafadan belli. Dediğim fikirləri eşitmək istəyirəm ha. Amma sırayla desin. Yok, bir şey Belə yox da bir fikrimizi ifadə eləyəndə 531-i burax. 531-i burax geçsin. O bizə lazım deyil. Burada nə deyir? Deyir ki 16.000 AZN dəyərində mal satılmışdır. Birinci malı satmaq lazımdır. En azından bilir doğru. 6 ilə başlayın. 600 bin değil. Bəli, harda artırdı? İhtiyacı Kredit de artırdı. Düzdür bu tərəfdə. Tamam. Göstərdiyin tərəfi qəbul edirəm. O tərəfdə artırdı. Birinci nağda bizə 601 nömrəli hesab lazımdır. Satışımız. Ya, gələcəklə. Baxaq bir də biləcəyik. Yaza bilmərik. Niyə yaza bilmərik 221? Çünki burada ödəmə ilə bağlı hər hansı bir şey qeyd olunmuyor. Satış lazımdır bizə 601. 601 balansda maliyyə bərabərliyində harda yerləşirdi? Pasiv tərəfdə. Harda artırdı? Kreditdə artırdı. Düzdürmü? 211 601 yazırıq amma izah eləyərək gedək. 601-i gətirirəm, kreditdə artdığına görə yazıram kreditə. Və gəlirik bunun debit tərəfinə nə qeyd edəcək? Balansda bu harda olacaq? Satdığımız qarşılığını almadığımıza görə, bizə ödəniş olunmadığına görə bu olacaq bizim alacağımız. Bəli. Yəni sənin fikrində bəli dedim, biraz yanlış çıxmasın. Bu olacaq 211 nömrəli bizim qısa müddətli debitorlarımız, yəni alacaqlarımız. Aktivdə bunu qeyd edirik ki 211 olaraq. Məsəl üçün rəhbər soruşanda ki mən sənə 1 milyon pul vermişdim, mənə milyonumu göstər. Onun milyonun 200 bin onun kassasında, məsəl üçün 500 minini ambarında, bu elədir 700 min. Yerdə qalan pul hamıdır. Onu alacaqda göstərməlidir ki 300 min də buradadır. Müştərilərdə də hələ yığmamış. Ona görə o aktivdə qalmalı. Və rəqəm nə qədər idi? 16 bin idi. Düzdür, uşaqlar. Mən təzədən çöndərməyim həmin tərəfə. 16 bin. Və gəlirik bunun ikinci əməliyyatına. Biz demişik ki şərtdə. Siz sən yad maya dəyərində qalmışdınız. Oraya qədər gəlmişdiniz, düzdürmü? Mənə lazımdır bunun məntiqini tutmaq. Məntiqin əvvəlini qardaş deyibdir. Deməli 12.000 AZN bunun mayası təşkil edeyim. Sən bayaq dedin ki mən 205'i yazardım kreditə. Arxasını gətirmədin amma. 205'i yazdın kreditə, doğrudur. Niyə görə? Çünki mən mal satıramsa, bəli. Mən mal satıramsa, deməli mənim malımdan azalmalıdır. Bu maya dəyəri mənim malımdan getməlidir. Mal da aktiv hesab olduğuna görə 205 nömrəli hesab, onu yazıbdır kreditə.
Malı belə azaldacaq 12.000. Bəs bunun debitində nə olacaq? Debitində də Zərnişan xanımın düzdür ha. Onun dediyi kimi 701 nömrəli hesabı götürəcək. Birbaşa hesabın adı satılmış məhsulun maliyyə dəyəridir. Esimdədir. Yəni birbaşa o 701 nömrəli hesab. Biz orada maliyyə dəyərlərini toplayırıq. İndi inşallah orada mənfəət zərərə doğru keçəndə sizə bir dənə çalışma mən ümumi işləyəcəm. Çox güman ki 5-ci gün özüm burada malın alışı və satışının əməliyyatlarının üzərindən gedəcək. Orada görəcəksiniz ki, məsəl üçün axırda 701 bizə harda lazım? Mənfəət zərərinə qədər çıxacaq. Və debitdə də olur 701 nömrəli hesab. Bu da bizim olur ikinci əməliyyatımız. 205-in debit krediti və 701-in debiti. Rəqəm 12.000. 12 yılında değil. Gördülər hələ keçməyib. Baxaq bir. Alıcılara 4000 AZN dəyərində nisiyə mal satılmışdır. Satılmış malın maliyyə dəyəri hesablanmaqla 2500 AZN təşkil edir. İndi mən istəyərdim ki, bunu başa düşməmiş, yəni gedişatını sən ikincini özün deyəsən, birbaşa müxabirləşməsini. Satılıkta 601'dir. Debit, kredit elə deyəcək də. Vizitdə 601'dir. Aha. Debitdə 202 götürmüşəm. Yəqin ki, yenə səhv götürmüşəm. Səhv götürmüsən. 202-nin məntiqini də otuzdıra bilmirəm mən hal-hazırdakı. Materialın debitdə nə işi var idi satış əməliyyatında? Azaltmaq istəyəcəkdinsə onu kreditdə yazaydın. Niyə yazmamısan? Çünki sən əminsən ki 601 kredit də artır. Ona görə 601 bərbaşdan yazmısan. Durub debit axtarmısan. O da alacaq hesabıdır. 211 601-ə yazdıq yenə satış hesabı 4000-i. Və yenə də həmişəki kimi 2500 manat nə satıbdı burada? Mal satıbdı, düzdürmü? Yenə 205 kreditə və debitə 701 nömrəli satılan məhsulun maliyyə dəyəri olaraq daxil olacaq. Mən burada yazılışı rahatlaşdırmaq üçün eləyə bilmədim. Kopya edirəm Günay. Bax, bunun öncəki əməliyyatı çaşdırmasın səni. İndirdim aşağıya. Sadəcə məbləğ hissəsini sildirəm. Amma müxabirləşmə eyni müxabirləşmədir. Əməliyyatda eyni əməliyyat. Nə qədər satmışdıq? 4000 manata, düzdürmü? Maliyyə dəyəri nə qədər idi? 2500 manat. Bu da bu cürə gəldik. Və növbəti mağazadan 100 AZN dəyərin Burada filmi gəlir filmdə qeyd eləmişim. Üçüncü hesabları oradaydı. necə eləmisən de görüm. Yox, mən qeyd eləməli deyildim ha. 16 Qeyd eləməlisən. Əgər şərtin varsa, yoxdursa qalmalıdır. bildir. 16 dəyərində mal satılmışdı. Satılmış mal maliyyə dəyəri 12 hesab Bəli. gəlir. Üçüncü məktub. Tamam, o gəliri necə əks elətdirmisən bəs? Onu demək istəyirəm. 12.000 maliyyə dəyərini çıxmışım. Geri qalan gəlir. 44.000-in müxabirləşməsi nə olub? Onu demək istəyirəm. Sıramız 5.9'da kredit aldı. Kimə? Kapitalda artırdı. Kapitalı artırmısan birbaşa xeyri. Aktivat. Yox, bəs debitdə nə eləmisən? Kim maraqlı ustası verin? Debitdə nə eləmisən? 221 kassa qeyd eləmisən. Yox, onu düz qeyd eləməmisən. Amma ikinci tərəfini düz qeyd eləmisən. Amma necə bir şeydir? Ortada bir xeyli əməliyyat var. İnsonu bağlanıb. Oradan çıxan nəticənin sonunda qalacaq gəlir gedib kapitalda göstərə bilsən. Kapital hesabında, dividend falan bölüşlərindən sonra. Yəni nəticədə gedib kapitalda qalır o həmin rəqəm. Ona görə kapital kimi götürməyini məntiqini qəbul edim ki, debitində nə olacaq amma? Debitində olacaq rəqəm mənfəətin hesabı ola bilər ancaq. Çünki mənfəətin kreditdə 4000 əmələ gəlməlidir. Düzdürmü? Göstərməlisən sən mənə birinci. Ki mənfəətin kreditində 4000 olsun və sən onu oradan kapitala atmaq istəyirsənsə, mənfəət hesabı olmalıdır, debitdə azalma getməlidir. Kapital hesabı keçirməlisən, hansını istəyirsənsə kreditdə. Yəni bu biraz qarışıq mövzudur. Yəni ona hələ belə çalışmalardan çox işləməliyik ardıcılığı ki, siz mənfəət zərəri çıxandan sonra pulu hara böləcəksiniz, onu bilə biləsiniz. Yəni o əməliyyatımız yox. Dəftərxana ləvazimatı alınmışdır. Bunu yəqin ki, hamınız eləmisiniz, ümid edirəm. Bilirsən? Mağazada 100 dənə dəftərxana ləvazimatı alınmışdır. Elə yazdıq da burada. Burada yazdıq da elə. 16-cı şey gedibdir belə. Amma burada belə bir məsələ var. Bunun hər biri ayrı-ayrı müxabirləşmədir. Sən birbaşa aldığın
Müxabiləşmə necə gedibdi? 500. 508 Yok. 301'den 501. 201. 207'ye delikte yazmışam. 538 delikte yazmışam. Ben Birinci bu, başqa da var. sonra dermişim delikte. Sonra 121 delikte 207'de şeyler kredi yazmışam. Tamam, belə getsə məntiqlidir. Elə bilin birbaşa nəsə əməliyyat eləmisən. Yəni geç. Baxın, belə bir şey var. Siz müəssisənin aktivini heç yana silə bilməz. Yəni, əgər o buradadırsa, onu yox edə bilməz. Yəni, varlığı mövcud olan bir şeyi silə bilməz. Hə, Eləmişəm. eləmirsən, sil əlbəttə ki, silmirsən ki, və yaxud da ki, deyək ki, misal üzərinə qədər hər kəsin ofisdə istifadə etdiyi A4 kağızları, düzdürmü? Mən A4 kağız almışam, 12 qutu və yaxud da ki, 25 qutu. Onun 4 qutusunu dağıtdım ofisə. Hər an printerini yanına 2 verdim. Yerdə qalan qutular buradadır, axı məndədir. Verdiklərimi xərcə yaza bilərəm. Getdi istifadəyə. Düzdür? Amma burada olan burada qalmalıdır, axı mən bilinməyəm ki, ambarımda A4 var. Alışı qeyd eləyək. 207 nömrəli hesabın açıqlaması nə idi? Tamam, olsun. Bunun 201 yazmak olmaz. Nəyə? 201 nədir bə? Dəftərxana ləvazimatı material kimi istifadə oluna bilərmi? Nə qədər idi bunun dəyəri? Nasıl yazar? 100 manat idi. Bəli, buyur. Normalda dəftərxana ləvazimatı necə getsin? Bəs onda materialın təyinatı nədir? Əgər dəftərxana ləvazimatı özü bir materialdırsa, onda material nədir? Materialın məqsədi nə idi? Bir şeylərin hazır məhsulun formalaşmasını iştirak etmək, düzdürmü? Dəftərxana ləvazimatının hazır məhsulun formalaşmasında nə kimi bir rolu var birbaşa? Amma aktivdirmi? Bəli, aktivdir. Ona uyğun xüsusi bir ad qoymadıqları görə biz onu digər aktiv götürürük. Əvvəllər məsəl üçün az qiymətli test götürənlərdə bunların avadanlıq hissəsini yazırdı. Tamam, yani 220 nefsin. Ofis ləvazimatları 220 Bəli, çoxu hə. Yəni əsas vəsait olmayanlar bəli. İstisnalar hansıları var? Yəni, Necə istisna? Məsələn, Misal üçün, sənin gözündə 207 ola bilər, inşaat çəkməsi, yox, üstol əsas vəsait, inşaat çəkməsi, İnşaat çəkməsi özü bir 207-dir əslində, yəni digər aktivdir, amma əsas vəsaitin qiymətinə ola bilir. 500 manatdan yuxarı dəyəri ola bilir. Onu məcburdular ki, nömrəli uçotla alınsın və yaxud da ki, bir şəxsin adına bağlansın. Onu xərc kimi silmirlər, belə deyək də, balansdan kənarlaşdırırlar, şəxsin adına bağlayırlar işçinin. Ki, işçinin öhdəliyində şey var. Nədir onlar? 533-cündə də yəni ayaqqabı var. Ən çox da sizdə də istifadə olunur. Məsələn, balaca bir şeydir, stolun özü, məsələn, bunlar 110 manatdır. Sən bunu əsas vəsait kimi götürmək istəyirsən, düzdürmü? Əslində əsas vəsaitdir də sənin sayılır. Amma qanunvericilik deyir ki, sən bunu əsas vəsait götürmə. 500 manatdan yuxarını götür. Aşağı niyə əsas vəsait götürürsən? Bəli. Kanunla yazılmış, misal her bir ixtisaslı üzrə, peşə üzrə faktı var. Bir çəkməli bir adam altına geynədirlər, o birisi iki geynə. Mühəndis bunu iki geynirsə, fərdən altına geynir. Bəli. Çünki onun fərdən istifadəsi bunu daha ısırılmanı bir məsələ. Burada işləyir, qalçıda işləyir, mühəndis qalçıda geynir. Necə iki işləri? O iki ildə cavab verir. Amma fərdən cavab. Maddi məsul şəxs kimi adlarında olur, belə deyək də sənə, yəni sənə bunu vermişəm. Əsgərin forması kimi, belə deyək. Zaten nəzərləməsini verərək mənə. Geriyə variantıdır, aktulaşdırıldı ki, xərcədə. İstifadə olunmanı da belə qeyd eləmişdim də 207 kreditə. Baxın, ümumiyyətlə aktivdə nəyimiz ambarlanırsa, 201-də ambarlana bilir, 202-də ambarlana bilir, istehsal məsrəfi doyur. 203 nə hesabıdır bilmirəm. 204 hazır məhsuldur, 205 maldır, 207 digər aktivdir. Bu ehtiyatlar hesabı var ha. Onların hamısı əslində bir ambar sayılır. Yəni ora nəsə vizual da qoysun, o ambarda olmuş kimi sayılır. Təyinatı ambardır oranın. İndi bax biz 207-nin ambarına dəftərxana ləvazimatı qoymuşduq. Nə deyirik növbəti şərtdə? Deyirik ki, həmin o dəftərxana ləvazimatını istifadəyə vermişəm hamısını.
Deməli, həmin ayın xərcini silməliyəm, geçsin mən bunu. Verdim həmin ayda raskoda. Deməli, müxabirləşməm necə olacaq? 207 aktiv hesabı idi. Azalması üçün keçəcək kreditə 207. Aha, debitində də olacaq həmin dövrün xərc hesabı. Yəni, bu dəftərxana ilə vacibat olduğu üçün 721 nömrəli hesaba verəcək, geçsin. Və dəyəri nə qədərdir? 100 manat hamısını vermişik. Tamam. Digəri necə oldu? Dövlət büdcəsinə torpaq vergisi hesablanmışdı 300 AZN. Bunu necə qeyd eləmisiniz? Ümumiyyətlə qeyd eləməyən var. Niyə? 8'den 120. Ha? 508. 580 hansı tərəfdə? Kredit. Yok, dedikleri. Debitə yazıq 538'i. Kreditdə nə yazırıq bə? Kasadan. Ödəmə deyir o. O yok. Yaranır. Aa yok, birinci 111'den 538'e, sonra 538'den 200'e. Bir dakika. Rəqəmi itirdim, uşaqlar kömək eləyin. 17. Ha 17, tamam. Hesaplanmıştır 300 AZN. Debit biliyor musun? Ondan sonraki solda Xərc. Aha. 538'e götürmüşler. 631 yazabileceğim ama. Niye? Böyle bir şey. Torpak vergisi hesaplanmaz. Bak. Verginin hesaplanmasından gelir ya. Biz verginin hesaplanmasına aparırıq. Hər hansı bir vergi... Ha? Niye vergi var da 521? Niye 580 onu? Benim esasen vergi hesaplanması diye hesap nömrəsi var 521. 521 borcu hesapladım. Öhdəliyim artdı. Düzdür? Torpaq vergisi mənim nəyimdir? Əvəzləşdirə bilirəm? Yox. Xərcimdir. Xərc olaraq nəzərə alınır. Demək, debitdə xərcimi qeyd edirəm. İndi sənə də bir açıqlamaya gələcəm. Orada biraz çaşqınlığım var. Onu düzəldək. Yo, yanda çıxanım. Neydi bu? 521. Sən deyirsən ya, bayaqlar 111 dedin. Mən eşitdim elə bir səndən ki, 111 sözü işlətdim. Bir neyi 111'e götürmüşler. Birdən çaşdırarsınız, 111'e niyə götürməzsə məsələ var. Aktiv torpaq aktiv olduğu üçün, əsas uzun müddətdə aktiv olduğu üçün fikirləşərsiniz ki, buradan nəsə bir azalma elin vergiyə görə. Elə şey düşünməyin. Torpaqla amortizasiya olunmur. Nə də ki, hər hansı bir vergi hesablanması onun dəyərini aşağı sala bilmir. Ona görə torpağı azaltmaq üçün nəsə dəyərini kreditdə yazmağa, onun üzərinə bir hesablama eləməyə ehtiyac yox. Torpağın üzərində sadəcə xərc hesablaya bilərsiniz. O da torpağın reabilitasiya xərclərini. Misal üçün deyirəm, bir müəssisənin ərazisi var bunlarda. Nefti tökürlər, körlüyürlər. Üstündən bir müddət keçəndən sonra ora bir vəsait ayırırlar ki, o torpağın üz qatını dəyişdirin, yeni torpaq tökün, ağac əkin, yaşıllaşdırın, o torpaq özünü bərpa eləsin. Ona qoyulan o vəsait təzədən torpağın dəyərinin üzərində gələ bilər. Misal üçün, və yaxud da ki, bu məişət tullantılarının yığıldığı ərazilər var da, Balaxanı kimidir, deyək ki. O da torpaqdır, Balaxanının mülkiyyətidir. Düzdürmü? O torpağa da amortizasiya hesablanmır əslində. Amma o torpağa reabilitasiya xərcləri hesablanır. O torpağa əgər, belə deyək də, tam yararsız hala salındığına görə, deyək ki, həmin ərazidə yeni bir zavod quruldu, tullantı həcmləri 10 hektardan azaldı düşdü 2 hektara. 8 hektar qalıb boşda. 8 hektar torpağın bərpası üçün Balaxanının çəkdiyi bütün məsrəflər torpağın dəyərinə əlavə olunur və xərc kimi nəzərə alınır. Xərc kimi silə bilər. Amma qalan hallarda torpağın amortizasiyası yoxdur və yaxud da başqa bir xərci yox. Növbəti şərtimiz. Buyur. Öksüz istifadə olunmuşdur. 300 AZN büdcəsinə hesaplamanı etdikmi, etmədik, yazmışam. Hesablanmış 300 AZN dövlət büdcəsinə ödənilmişdir. İndi gəlir dövlət büdcəsinə ödəməyə. Baxın, burada 521 anında keçdi debitə. Bunu bu cür düşünməyən var mı aranızda? Yəni, dövlət büdcəsindən vergi öhdəliyimi ödəyirəmsə, deməli 521'im azalmaya getməli. Gəlirik kreditə. İndi sizə bu suallardan əlavə bir sual. Mən neçə hesabdan bu borcumu ödəyə bilərəm? Hansı hesab nömrələrindən yaza bilərəm mən kreditə? 223 yaza bilərəm.
Hələ onu da ödeyə bilərsən. Baxın, 221 kassadan da ödeyə bilərsən, 223 bankdan da ödeyə bilərsən və 226 deyə qeyd etdiyimiz depozit, ƏDV depozit hesabdan ödeyə bilərsiniz. Düşünə bilərsiniz ki, bunun adında ƏDV qeyd olunub. Bununla mən niyə əmlak vergisi ödəyirəm? Fikir verməyin. Zaten dövlət əmək rəqəmi mənimsəyir. Var əlinizdə büdcə, ödeyin vergi borcunuzu. Oradakı pulla vergi borcunuzu ödeyə bilərsiniz. Yəni, zaten siz şirkəti bugün bağlamağı düşünmədiyinizə görə bu ƏDV haqq hesabları sizi narahat etməsin. Müəssisəmizin balansında pul saxlamağa çalışın. İstifadə oluna bilən pul bankımızda, kassamızda dursun. Hər zaman depozitdəki puldan vergi öhdələrini ödəməyə düşünün. Zaten ən sonunda, onsuz da ən sonunda gəlib həmin rəqəmi ödəyəcəksiniz. Burada biz 223'də var idi pulumuz 21'də. 26 almış. Yox, burada harda pulumuz var idi bizim? Şimdi 223 qutarda bankdan. Məncə kassada qalıbdı pul. Bankın pulunu binaya vermişdik. Burada nə qeyd edirik? Rəqəm nə qədər idi orada? 300 manat. Görmürəm ki rəqəmləri. 300 manat. Tamam. Bu da ödendi. Mal satandan 800 AZN dəyərində nəqd ödəniş etməklə kompüter avadanlığı alınmışdır. Heç bunun müxabirləşməsini yazmaq istəmirəm. Çünki bunun müxabirləşməsini necə yazmışsan məsələn 19-u? 2023. Aktivin yer dəyişməsi də doğrudur. Kassada ödəmsən? 531 221 yazmışsan, düzdürmü? Deməli onda bir dənə də hesablaman var da sənin. 531-ə yazdığa görə. Alışını da yazmışsan da. Bəli, iki müxabirləşmən var. Siz dediniz, mən qarışdırdım burada yerlərindən çıxmıyor. 19. Şərt 19. Əlavə satılmaq üçün. Ev yoxdur. Bax gör onu alacaqmı? Başqa, kim 19-cu şərti necə qeyd edeyim? Şaşırır. Bəli, aktivin yer dəyişməsidir. o da 111, 531, 531, 121. Bəli. Eyni otur yazılıb. Əla. Onda bunu təkrar qeyd eləmirəm. Yoxsa qeyd edeyim. Yəni qeyd edeyim, sonra deyəcəksiniz qalar başqa bir şey. 111 531 800 manat. 800 manat. Təzədən 531 221 800 manat. Növbəti şərt mal satandan 1300 AZN dəyərində kondisioner alınmışdır. Hissə ödənilmək şərti ilə. Burada şərt sizə nə ifadə edir? Aktivini artır, bəli. Öhdəliyimiz də artır. Öhdəliyini də artır, bəli. Başqa nə deyir? Alınmış kondisionerin dəyərinin 600 AZN-i kassadan nəqd qaydada ödənilmişdir. Ödəmə əməliyyatı balansda aktivin nəyə gedir? Nə əməliyyatı gedir? Anlamam öyle. Ödəmə. Bəli. İndi bunda gəlin belə deyək. Burada yox, sən tamamilə öhdəlik hesabı götürmüsən. Ona görə mən ona razılaşmıram. 500 həmin rəqəmimiz kredit faizi ilə bağlı olan rəqəm. Əgər kredit hər hansı bir layihə və yaxud da ki, hər hansı bir alışla bağlı ümumla götürülübsə, deyək ki, təyyarə, bina, nə bilim, mal, hər hansı bir material onunla bağlı götürülübsə və həmin malın alqı-satqı dövrü var da, müqavilə şərti var. Deyək ki, 6 ay ərzində olmalıdır bu proses. 6 ay içərisində də həmin malın məhsulun satışı reallaşırsa, binanın istifadəyə verilməsi reallaşırsa, təyyarənin təmiri yekunlaşırsa, bina tikilib qurtarırsa, o müddət ərzində həmin bu 150 manatla o görülən işin, xidmətin, satılan mal materialın dəyərinə daxil olur. Kapitallaşa bilir yəni. Yox, əgər deyək ki, krediti götürmüşəm 1 illik, krediti götürdüyüm işi görmüşəm 2 ilə, o zaman daxil deyil. O zaman onu əlavə edə bilməzsən. Bu, niyə edə bilməzsən? Bax, püf nöqtəni də deyim. Çünki burada artıq subyektiv səbəb var. Şəxsə bağlıdır. Şirkət
hansısa proqnozunu doğru yerinə yetirmədiyinə görə 1 ilə bitirməli olduğu işi 2 ilə bitirib. Bu A işçisinə, B işçisinə, C işçisinə görə kimə görə olub, olub, rəhbərə mi görə olub, işçiyə mi görə olub, fərqi yoxdur. Müəssisənin səhvidir. Çünki müəssisə krediti götürəndə bildirmişdi ki, mən bu tövlənin, bu sexin, bu zavodun hissəsindəki avadanlığı alış üçün edirəm bunu. Bu işləyəcək, bunun pulunu ödəyəcək. Və o avadanlığı, o dediyi dövr üçün orada aktivləşdirə bilmədiyinə görə deməli başqa bir səbəb var ortada. Bir yanlış məlumat verib faizi götürə bilməz xərc kimi. Ya da ki, işini doğru və vaxtında yerinə getirməyibdir, yenə həmin faizi kapitallaşdıra bilməz. O getməlidir xərcə. Yəni bu əməliyyat belə gedə bilər. Yəni onunla bağlı çox xırdalıqlar var. Deməli, Bəli. nəyə qeyd Qeydimizi dediyi hal-hazırda bizim üçün uyğun olan bir tərəfi maliyyə xərcidir. 751-dir. Çox müəssisələrdə 731-də görə bilərsiniz. Yəni sahə əməliyyat xərcini də yaza bilərlər ki, onu bank xərci ilə qarışdırıb mənfəət və zərər hesabatında göstərsinlər. Çünki mənfəət və zərər hesabatını verəndə bankla üst-üstə yoxlayanda onu bankdan sənədə çıxmış xərc kimi görür. Da girib təyinatına baxmır. Amma mən dediyim şərtlərlə olanda yoxlama gəldiyi zaman keçərli olur. Girib birbaşa detalına baxır. Deyirsən bu qədər bank xərci bəyan edə bilməzdin. Bank xərcin bu deyil. Biz nə demişdik bank xərclərinə? Köçürmə haqları, nə bilim, konvertasiyalar, nəql etdirmə ilə bağlı olan əməliyyatlar, yəni onu qəbul eləməyə bilər. Bir də ki, kreditlə bağlı kredit götürdüyünüz zaman ödədiyiniz komissiya haqları var, hansı ki, deyək ki, rəqəmindən asılı olaraq da o rəqəmlər maliyyə xərclərinə aiddir, bank xərclərinə aid deyil. Misal üçün, Azərbaycanda hal-hazırda keçərli olan faktoriklərdir. Sizin kəsdiyiniz elektron qayməni bank üçün zaloq qoyursunuz, bankdan kredit götürürsünüz. Yəni həmin rəqəmin 75%-ni sizə ödəyir. Bir ay içərisində, 2 ay içərisində 3 aylıq bir müddət verir də. Pul gəlib hesaba düşəndə birbaşa gedib bankın hesabına ödənilir. Bank həmin rəqəmi götürür. Elə bil, sizin bankdan biz çox işləyirik, misal üçün. Orada isə, məsəl üçün, nə qədər rəqəmə? 500 minə 5000 manatdır. Belə deyək. Pulu verdi 500 min, 34 hesabı 5 minini anında götürür. Sən o 5 mini götürüb bank xərci yaza bilmərsən. Məsələ odur. İkinci pravokada 520 ilə 223 olacaq. Bəli. Bu da düz. Dözərli getdi. Burada nə var? Malların müştərilərə çatdırılması üçün kənar nəqliyyat təşkilatı tərəfindən 600 AZN dəyərində yük daşıma xidməti göstərilmişdir. 23-cü, bax onun xərci hara nə qeyd eləmsən? Birinə 731 qeyd eləmsən. Və bu niyə 711 götürməmsən? Bax o xərc hesabını niyə 711 götürməmsiniz? çünki o dastavka sığınır. Nəyi dastavka eləyir? Kimə? Müştəriyə. Deməli nəyi icra eləyir? Satış əməliyyatını icra eləyir. Yəni o gəlirin qazanılması üçün çəkilən bir xərc olur. O aparıb malı verməsə, müştəri pulu verər. Belə deyək də, yəni kömürçəli verməz. Deməli bu satış prosesinin içərisindədir. Yəni gəlirin əldə olunma prosesinin içərisindədir. Ona görə kommersiya xərcini əlavə edirik. Müxabirləşməni bütöv şəkildə sən dedin. Müxabirləşməsi xərc hesabının dəyişməsi nəzərə almasaq, bəli, bir tərəfini, burada birbaşa ödənişdir, kassadır. Burada ödəmədən söhbət eləməyib axı. Burada hesablama edə bilərsiniz. Passivlərin yer dəyişməsi ola bilər burada. Bəli. Neçə? 538 ola bilər. Çünki adı verilməyib, bəli. 538 seçə bilər. Seçməlidir daha doğrusu, digərlərinə qarışmasın deyə. Amma bu nəqliyyat təşkilatının daşıma haqqını vermiş. Bəli, indi 200, baxın, müdürsə altda veribdir. 221-in krediti, 538-in debiti, yəni öhdəliyi azaltdır. Yazmamısan? 221. Dedim bu düşü yazıb, bu niyə yazmıyor? İcarəyə götürülən binaya görə ayın sonunda icarəyə götürənə 2500 AZN öhdəlik yaranmışdır və ay daxilində yalnız 1000 AZN icarə haqqı ödənilmişdir. Aha. Burada ikili yazmamışsınız. İcarəyə götürülən binaya görə Birinci gündə öhdəliyi artırmış. ayın axırına 2500 manat ödəyir. Deməli bunu bir dənə icarə götürdü 2500 manat. Bu nədir? Götürülən icarə. 1, drop 5, Tamam. C-də, Augustda
531. 531 niyə? 35. 35. Adı var axı icarənin. İcarəyə aid hesab var. 535 öhdəliyin artır. Bir də hansı sahə üçüncüsü oranın xərc hesabı. Ofis üçüncüsə 721, istehsalat sahəsidirsə məsəl üçün 202 məsrəfləri atacaqsınız. Demişim ikincide de 535, 221. İkincidə 535 debit, 531. 221-də kredit kassa qeyd eləmisən. Fərqi yoxdur deməli, bəli, düzdür. Öhdəlik harda yaranıb? Ödəniş oranı 1000 manat ödəmisən, düzdürmü? Tamam. Alıcı əvvəllər aldığı mala görə qalan 2000 AZ-ni banka ödəmişdir. 530. 223'tü bende. Olar, düzdür. Banka ödəmişdir. 223 seçmisiniz. 531-ə debitdə. Çünki burada hansı malın ki olduğu sizə əhəmiyyətli olunur. Bəli. Onun 2000 ödəmişsiniz. Belə qeyd eləməyən var. Bəli, eləyə bilərəm. Mən bilmiş bileyim. Gəl 25-i də yazım, 26-nı da yazım. Düzdür? Ki görüntülü olsun. 25-in şərtini mənə oxuyun zəhmət olmasa, deyin nədir? Cari götürülen. Necə anlayırsınız onu? Zahre Götürülen götüren iman bir ediyoruz. Zahre götüren kim bir atıklıklar bir. Və burada nə başa düşdünüz bura qədər sizədən? Demeler. Borcumuz X bir şəxsə, bəli, öhdəliyimizi artırırıq. İcarənin hesabı nə idi bizdə? 535. Və bu bizim hansı xərcimizdir? İndi burada adı göstərilməyib. Ofisdirsə inzibati xərcimizdir, 721. Satış binasıdırsa, satışla bağlı bir mağazadırsa, məsəl üçün, deyək ki, bizim şirkətin satış nöqtəsidirsə, 711 və yaxud da istehsalat sahəsi 202 qeyd edirik. Biz burada mal satdığımıza görə və ofisdən danışdığımıza görə xərclərimizi 721 olaraq qeyd edirsən icarəni. 721. Və bu şərtin ikinci hissəsində nə deyirdi? Ve ay dahilinde yardımın azın zahre hakkı ödenir. Ödenimiz 60.000 hakları. Bəli, azalanda öhdəliyi hara yazırdıq? Kreditimizde Evet. yok değil. Bəli, 500. Neçədə qeyd eləmişik bunu? 35-də qeyd eləmişik. Aha. Hardan ödəmişik bunu? Bank kassa var, yazılıb deyil ha? Karıştırmayın yani. Yazılmayıbdı ha. 223 götürə. Boşa kömür olsun. Bu oldu neçənci şərt? Bu şərt. Bir də 26. Alıcı əvvəllər aldığı mala görə 2000 AZM banka ödəmişdir. Aha, burada maraqlı söhbət var. Alıcı aldık, mal ambarda qaldı da. Alıcı əvvəllər aldığı mala görə qalan 2000 AZ-ni banka ödəmişdir. Tamam. Şimdi alırım. Biz satış etmişdik bayaqları. 8 mal alır. 8. Bir güzel. Bax şərti bir də oxuyuram. Ümumi deyir ki, alıcı deyilsə nə var? Deməli mən bir şey satmışam. Kimsə də bunu alır. Aynısı nasıl olmuştu? Forması yemişti. Gəldin həmin nöqtəyə. 4000. Bəli, deyir ki, alıcı əvvəl aldığı mala görə qalan 2000 AZ-ni banka ödəmişdir. 500'de bir olmuştu. Şimdi de 2000'ler. Bəli. 700. Müxabirləşmə də, füsunklə müxabirləşmə də deyilən də. 700 bir. Yok. Heç bir. Kredi vereceğiz. Bizim Puldan danışırıq. Bize gelirse o da. Bəli. Farklı dursa 223. 600. Nə olar? Bax, ölərsən deyir, o yalan kim deyir. Ölür müsün? Debit 221-in debiti. 23 değil bir Aha. daha. Bir kredi. Allah köməyin olsun. Nə olar? Kəlbətiniz yox sabır. Uşaqlar qeyd edirəm. 223 bank daxil oldu. Kimdən daxil oldu bu? Kredit nə oldu? 600 bir. Doğru. 211. Bəli. Borcu harda qeyd eləmişdin sən? Debitoru 211-də qeyd eləmişdin, düzdür? Orada gözləyirdi. İndi o keçir kreditə pul gəlir. Bu əməliyyatı başa düşməyən və yaxud da şərti anlamayan Yapanlar Şöyle oldu. 601 harda? Yox, 601 yazmır. Yaxlar 31 satış olmuştur yenisi. Onu bax, indi göstərəcəm sizə. Bunu belə yazıla bilməyimizin bir şərti var. Bizim əgər irəlik əməliyyatlarda debitdə 211-imiz varmı? Baxaq yuxarıya. Görək burada 211-imiz bizim var ümumiyyətlə. Ya. Niyə yoxdur? Var. 16.000. 4.000 de var. 4.000 də var. 20.000 mən satmışam zaten. Mənim alacağım var 20.000.
Alacağımın 2000'i mənə ödəyirlərsə, mən alacağımı harda göstərmişdim debetdə. Həmin alacağım azalmalıdır. Azalacağı üçün aktiv hesabda keçdi kreditə. Yazdım burada. Və mənim hansı pul vəsaiti hesabıma gəlirsə, kassa deyirsə kassaya, bank deyirsə banka əlavə edir. Tamam. Yuxarıda qeyd olunan əmək haqqları üçün əmək haqqı bunları heç biriniz eləməmisiniz. Əmək haqqları üçün müxabirləşmələri daxil edin. Hesablanmış əmək haqqına görə tutulmaları dövlət büdcəsinə ödəyin. Yaxşı, hamısını qoyuram qırağa. 30'u kim eləyir? Bonusu kəsəli üçün cebdə kreditə 221'dir. Əsas gəlmə. İmtiyaz zamanı kassada 200 azın əksik gəlmişdir. Səbəbi müəyyənləşdirilmişdir. Səbəbi müəyyənləşdirilib amma. Yəni səbəbkar bəllidir. Onun da maaşını tutulacaq qayda. Onu deyin də. Onu deyim. Sabit müəyyəndir ki, yeni yox, qeyri-müəyyən o. İnventarizasiya zamanı kassada 200 azın əksik gəlmişdir. Nöqtə. Yəni 500. nə? Əmək haqqı 533 idi. 533'dən də 500. 500 baxın. Birinci nə dedi? Sayım zamanı necə oldu? 2 bir gedək. Hələ niyə 535-ə qayıtmır? Gəlmir. Kassamız nədir? 221. Düzdürmü? Gəlmirsən mənim kassama, belə Elşən yoxa çıxdı. Elşən girmişsə kassasını saymısan, 200 manat əksikdir. Düzdürmü? Hələ bilmirik bu Elşənlikdir yoxsa yox. Mən də Elşən haqqında öyrənsin ki, bilmirik Elşənlikdir yoxsa yox. Amma müəyyənləşdi ki, 200 əksik var. Birinci nə etməliyik? Kassamızın elektron hissəsində o 200 manat əksiyi düzəltməliyik. Çünki kassadakı rəqəmlə sənin elektron istifadəsindəki rəqəm birəbir eyni olmalıdır. İlk əməliyyatımız onu eyniləşdirmək olmalıdır. Kassa çox görünürsə, real pulum azdırsa, nə etməliyəm? Deməli, mənim kassam azalma verməlidir, azalmalıdır. Kassam azalması üçün nə olmalıdır? Keçməli kreditə. Aktiv hesabıdır, düzdürmü? Birinci kassamı keçirirəm kreditə. 221'i yazdım. Rəqəmim nə qədər idi? 200 manat. Bəs bu debitlə nə yazmalıyım? Bu mənim müəssisəmin hal-hazırda nə idi? Zərəridir. Ona görə mənfəət və zərər hesabını, 800 nömrəli hesabı yazıram debitə. 801. Mən birbaşa niyə belə qeyd edirəm? Kassamı düzəltdim və nəyin hesabına düzəltdim? Zərər hesabının hesabına düzəltdim. Və müəssisəmin durduq yerdə 200 manat zərəri var. Və mən araşdırıram. Çünki mən kassanı düzəltdim, sıfıra çıxdım, günü bağladım. Növbəti gün tezləni gəldi. Otur burada kassir. Burada 200 manat əksik var. Niyə var? Gəl bunu tapaq. Axtarırıq ora-bura tapırıq və səbəbini müəyyənləşdiririk ki, bu kassir səhlənkarlığımız baxımından ya kiməsə artıq verib, ya şəxsən mənimsəyib və yaxud da ki, nə bilim, itirib, kiməsə verdiyini bilmir, kiməsə artıq sahib verib, aşağı düşüb, hər nəysə olubdur bu pul. Qeyd eləməyib nəysə, amma kassirə görə baş verib bu 200 manat. Müəyyənləşdirmə səbəbi. O zaman bunun əmək haqqı tutulmalı. Düzdürmü? Əmək haqqı hesabı öhdəlik hesabı idi bizdə. 533 nömrəli hesab. Mən bu adamın maaşını azaltmalıyam. Məqsədim odur. Nə etməliyəm? Öhdəlik hesabını azaltmaq üçün debitə yazmalıyam. Öhdəliyi yazdım debitə. Daimi debit olacaq. 533. Bunu azaltmaq üçün rəqəmi də yazıram 200 manat. Və mən bunu azaltmaq üçün nə etməliyəm? Zərərimi harda çota almışdım dünənlərim? 801'də. İndi onu özümə mənfəət kimi saymalıyam. Çünki adamdan tuturam ki, hesab raşotum bağlansın. Bəli. O zaman edirəm 801. 801 nömrəli hesaba əlavə etdim. Və bu əməliyyat bu formada bağlanmış oldu. Həmin o 200 manat əmək haqqıdan azalma getdi və mən burada mənfəətliyim artdı. Amma bu əməliyyatı başqa cürdə, ədalətli işləsəz, başqa cürdə işləyə bilərsiniz. Həmin vəsait kassaya qayıdacağı üçün kassanın artımı da ola bilər. Yəni o pul kassaya qayıdırsa. Yəni indi burada mənfəəti kimi hesabladıq, 533'ü bu formada azaltdıq. Tutulmanı verdik. Burada 201 mənfəət hesabını azaltdığımıza görə təzədən mənfəət hesabını da artırdıq, kassamız düz gedir. Amma biz birincini verəndə 201'i azaldıq bura 801 vermək əvəzinə rahat olsun dedim. 100% sizin müəssisədə elədir. Baxın günü sizkində. Bayaq dediyin şərtə görə deyirəm. 221'in krediti olub inventarizasiyadan sonra
Və burada 533-ün debit olur. Birbaşa adamın əmək haqqısına çıxardır pulu, saxlayır orada, əmək haqqını verəndə o qədər minvalda az verir və yaxud da əmək haqqını ona topa verir, o adam həmin pulu qaytarır geri. Yəni ödəyir kassaya. Həmin rəqəm qayıdıb kassaya bərpa olur. Son hissədə. Eleman kilitlərdə istəyən oldu. Əlbəttə, çox məsələ olur. Tamam, bura qədər yetişdirdik. İndi deyin görün, mənə bir sürpriz edin. Bunun dövrəyə qalığı kim işləyir? İşler son şeyler. Yerler. Tamam, gəlin sizə başqa bir şey göstərim. Burada bir dənə Excel dərsidir artıq. Sütun açırıq, burada plusu vurdum açdım. Və mən dövrəyə qalığı tez yığmaq istəyirəm. Sizə təzə cədvəl göndərmişdim. Təzə cədvəlin dövrəyə hissəsi avtonom özü hesablayır. Siz gəlirsiniz burada, hesab nömrələrini kopyalayırsınız. Birinci kopyanı elədim. Keçirəm işlə. Vurdum bura. Sütunun ən başından vurdum. Təzədən yenə gəlirəm həmin bu hissəyə. Krediti də kopyalayıram. Uşaqlar diqqətlə baxın, çox lazımlı bir şeydir. Krediti də kopyalayıram, onu da əlavə elədim. Eyni hesablar da arxa-arxaya getdi. Sonra hamısını işarələyirəm bunu. Burada duplicate olmalıdır bir dənə. Mənim balık Select all dedi. Aha. Məndən sondan yayınlandı. Tamam, gəldi. Bir dənə də bunun ardıcıllığını düzək. Hara getdi o? A-dan Z-yə eləyək. Bəli, ardıcıllıqla düzüldü. İndi kopyalayaq. Və gəlir dövrə qalıq cədvəlimizdə hesab nömrəsi yerinə əməliyyatlarımız hardan? Buradan başlayır. Daha buraya yazın. Binana. İnşallah. Bazı 35 şəhərlərin məsələləri. Onun bir dənə kimi hansını şeydən eləmişsiniz? Bir dənə iki sandan eləmişsiniz. Datadan. Bir dənə var. Ha, datadan elədim. Datadan. Bu. Remove duplicate. Yəni kopyaları çıxart, sil. Ha, bu zanklanan bir şeydir. Eyni versiyaların hamısını silir. Yaxşı, buranın altında avtomatik neyri, bunun çizgi hesablasın. İndi gələk baxaq görək düzdürmü hələ. Gördünüz, birəbir düz çıxdı. İndi gəlirəm dövrə qalıq cədvəlimi hesablamağa. Biz nə etməliydik? Dövrə qalıq üçün hesab nömrələrini bura azdan çoxa doğru yazmalı deyildi, balansa uyğun olaraq. Oturup bunu bir bundan neçə dənə deyib baxacağımıza, orada səhv eləyəcəyimizə, sadəcə bir dəqiqəlik bu əməliyyatı elədik, eyni rəqəmləri gətir saldıq ora. Və burada da Samifə görə, Samif var funksiya. YouTube'dan baxsaz, İlnabın videosu var, daha izah edir. Müəllim izah eləyər. Eləyər. Üzr istəyirəm. Gəlir indi. Soruşarsınız, mənə lazım. Yəni. Mən canla başla onu yazıb atarım sizə. Elə ürəklə ha. Bu qədər Mən- siz yetər ki, siz məndən ödəyəm. Yönüksüz timsahlasın ki, ona gördüm. Tamam. Nə funksiyaları? Yox, gəlməm. Siz məndən Mən gözüm yox. Nöqtə belə. Gəl belə eləyək. İndi sən belə canfəşanlıqla danışdığına görə haqqımı da hal olmağını istəyirsən, düzdürmü? Zəhmət olmasa mənə son qalığın aktivlər hissəsinin qalığı hesablamağı tutturun deyirəm, mən də yazım. bərabər, aynen plus bu. Plus deyil. Hamısı ikisi də elədi. Aktivin kim deyilən ama? İlkin qalıq, üstə gəl dövrəyə İlkin qalığın nəyi? debiti, Tamam. üstə gəl dövrəyə qalığın debiti, çıx Tamam. qalığın Allah sana bir şükür çıxılsın. Dövrəyə qalığın krediti. Və bunun buradakı üçüncündən tutub gələcək hara qədər? Açmışsın. Bəli, 40 minə qədər. Sonra keçirik kredit hissəsinə. Xanım desin, siz deyin, hə, bərabərdir. Son qalığın kredit tərəfini hesablanmağı. Düsturunu necə hesablayırdıq dövrəyə qalıq cədvəlimizdə? Birincinin tərsinəsidir. Yəni debit minus kreditin tərsinəsidir. Kredit minus debit. Yəni ilkin qalığın krediti plus dövrənin krediti. Həmişə belə olur. Bəli? İlkin qalıq həmişə belə olur.
Yok. Yox. Geçen ay. İndi sən bu məsələn davamlı işləyəsi olsa, bu rəqəm gəlib düşəcək şeyə. Yəni bu son qalığı yazmalısan ilkin qalığa debitinə. Riskini görəsən çox rahatdır. Hansı tarixə qoysan qoy, onun öncəki tarixi olan qalığı əvvələ yaz. Avtomatik yazır özünüz. Bunu da çəkək aşağıya. Mənfilərimiz var, xərc hesabları da yəqin ki. 80.800, 80.800. Baxın, burada şeylərin hesablarını, xərc hesabları harda başlayır burada. Bunları bu tərəfə aktivlə də yaza bilərsiniz, ha, yəni müsbət də yaza bilərsiniz. Yəni yer gəlib eyni nəticəni verəcək. Yəni biz necə edirik? Aktiv kimi hesablayırıq da, düzdür? Minus gelen. Gəlin o formada eləyək. Buranı delete deyim. Aktivin formulasını kopyalayıram. Bu nədir? Orada nəsə əməliyyat səhv var. Baxacağıq indi ona. Niye maalesef bu zaman? Məsələdə yanlışlıq var da, çox güman ki. Baxın, bayaq 80 neçə ilə indi. İndi son qalığımız 102.700 oldu, amma ikisi də eyni oldu. Çünki bizim xərcimiz də özünü aktiv kimi göstərir daxil. Bu kim şeydir? Hə, mənfiləri sildim də, yəni onu passivdə hesablaya bilmirik onsuz da. Aktivdə hesablayırıq. İndi gəlirik ən əsas məsələyə. Birinci uşaqlar, mən belə boş xana qoymağı xoşlamır ha, sözün açığı. Burada 0 yazaq. Bir də bunun alt hissəsini də silirəm. Biraz yer qoyum əlavə eləməyə. Yok olmuş. Çabların birisi de. Yox. Buradan yaxşı ki dediniz ha. Bir dəqiqə sizə daha faydalı bir şey deyim. Mən də arada vərdiş edirəm. Həmişə bir şey siləndə altda bir dənə boş sətr buraxın ki, sətr əlavə eləyəndə təzədən konfiqurasiyası dəyişməsin. Tamam. Baxın balansımız da 0-dır. Orada mevzisi var. 2200 manat. Ora gəlirəm. Baxın burada baxırıq ki, hansı hesabda mənfimiz var uşaqlar? Öhdəlik hesabımızda mənfi var. Niyə var? Neynəmişik biz? Heç müxabirləşməyə baxmıram. Dövrəyə qalıq cədvəlimizdə debitdə 2200 manat şey var, ödəniş var. Deməli 533-ün debitinə 2200 ödəmişik. Amma bunun bizim müxabirləşmələr içərisində kreditdə 533 nömrəli hesabımız yoxdur. Bəli. Yəni əmək haqqı hesablaması olmadığına görə amma ödənişlərin girmişik. Əmək haqqı hesablaması olmadığına görə bizim ödədiyimiz avans kimi qalıb. Kreditdə mənfi ilə qalıb. Kreditdə mi? Hə, kreditdə mənfi ilə qalıb. Hesablama. İndi gəlin belə bir şey deyək. Bax burada 533 nömrəli hesab yazsam, deyək ki, siz növbəti gün gəlmisiniz, hesablamanı girirsiniz. Hesablamanı ödənişdən sonra girirsiniz deyək ki. Bir rəqəm yazaq 2500 manat. Hesablama göstərirsə. Yetişdi. 2500 manatı girdiyimiz zaman rəqəm çox imiş, az imiş. Ha, düz oldu da, 300 oldu. Yox, mən qəsdən özüm çox yazdım. Baxın, 300 artıq müsbətlə oldu. Mənfi silindi burada. Amma burada aşağıda rəqəm əmələ gəlib. Niyə? Hə, bu debit tərəfi baxın, iki tərəfli müxabirləşmənin nəticəsidir. Bir tərəfə hesab nömrəsi yazdığımıza görə bu avtomatik gəlib formaya düşür. İndi biz bura 721 yazsaq, 721. Birisi də sizi belə şey gözləyir. Əksik yazanı zaten sizə düzəltməyə məcbur edəcək. Silirəm. Mənfi olaraq saxlayıram. Çünki arxasını özünüz hesablamanı edib bu hissəni doldurarsınız. Yazmışdım da, düzdür. Yuxarıda yazmış o kimi. Yuxarıda. Onu Hüseyin'i ödememişik. 2000 yazmışdık da zaten. 7000. Yox, burada milyard faiz şey var deyə, ödəmə var deyə 533-dən. Bircə dəqiqə. Mən bunları hardan biləcəm? 533-ün debitinə gələcəm, sənin sualı cavablandırmaq üçün. Verəcəm belə.
Ödəniş eləməmişik ki. 233 debitinə 300 manat bir tutulma eləmişik. 220-də kassadan 1700 manat bir ödəniş eləmişik. Hatta ölçəmiz. Değişəndə 200 manatı. Sən çıxdın getdin bir telefon danışıq elədin gəldin. Sənin maaşına 200 manat fırlatdın. Tamam, buna bir saxlanit verirəm. Deməli, hardadır bu sizin qrupda? Budur da, hə, budur.